Azərbaycanın suverenliyini hər şeydən üstün tutan, torpaqlarımız uğrunda vuruşan, bu yolda həyatını qurban verən şəhidlərimizin xatirəsini hər zaman anmağa borcluyuq. Bu dəfəki qəhrəmanımız vətən müharibəsində döyüşən, igidlik göstərən Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu şəhid İmaməddin Abdullazadədir. Buradan qayıdan mənəm, şəhid olaram, o uca zirvəni Allah mənə nəsib eləyər elə. Mənim vəsiyyətimdir də, baş daşımı qoyarsınız inşallah, sinə daşı qoymarsınız mənə. Beyləqanda Abdullazadələr ailəsində doğulan İmaməddin uşaqlıqdan hərbçi olmağı arzuluyurdu. Gün gəldi, arzusu gerçəyə çevrildi. Ona vətəni şərəflə qorumaq nəsib oldu. Bu yolda ən yüksək məqama ucaldı. Şəhadətindən sonra ailəsi onun son istəyini də yerinə yetirdi. Əməl olundu, yəni sinə daşı yoxdur, sinəsi açıqdır. Bir dəfə görüşümüz, qucaqlaşmamız ilə hər dəfə yadıma düşür. Dedi ki, yəni, sən narahat olma da, qardaşın dedi, öləndən sonra da sənin qulluğundadır. İndi onu da şəhadəti ilə sübut eləyir. Şükür Allaha ki, bir şəhid qardaşıyım, mən bir şəhid ailəsiyik. İmaməddin orta məktəbi bitirdikdən sonra hərbi xidmətə yollanmışdı. Aprel döyüşlərində iştirak etmişdi. Xidmətini başa vurub geri qayıtdıqdan sonra yenidən cəbhəyə yollanmışdı. Hərbi hissədə kəşfiyyatçı kimi xidmət edirdi. Arzusu torpaqlarımızı azad görmək idi. Ona görə də dəfələrlə yaralanmasına baxmayaraq amalından bir an belə çəkilmədi. Füzuli, Hadrut, Xocavənd, Şuşa uğrunda gedən döyüşlərdə qəhrəmancasına döyüşdü. Sonuncu döyüşü Daşaltıda oldu. Noyabrın 5-də həmin döyüşdə şəhidlik zirvəsinə ucaldı. Çox ailəcan, atasını sevən, anasını sevən. 4-cü sinifdə buna müəllim deyir ki, kim nə sevir, müəllim olacaq, həkim olacaq, mühəndis olacaq, kim hansı sənət sevir, o üzrə inşaatına imlamı yazsın. Budur və Deyvan müəllim, nə həkim, nə mühəndis, mən Mübariz İbrahim kimi şəhid olacaq. Hər gün zəng eləyirdi, ana, burada sakitçilikdir, ana, məndən arxanı, burada sakitçilikdir. Döyüş yoldaşları onu Çalmalı ləqəbi ilə çağırarmış. Sanki o müharibədə bütün başına gələnləri yuxusunda görmüşdü, başladı danışmağa. Ondan sonra həmən o başındakı çalmanı onda bağladı başına həmən gibi. Bax, bizə burada bunun dəbilqə başındadır. Bütün döyüşün 90%'ni onunla keçiribdir. Bugün ailəsi İmaməddini qürurla xatırlayır. Tək təsəlliləri övladlarının arzusunun gerçək olması, torpaqlarımızın azadlığıdır. Özünün də arzusuydu şəhid olmaq. Özü elə bilginə ki, o məqamı tanıyırdı. Vətən sağ olsun. Azərbaycan sağ olsun. Azərbaycan həmişə qalib ölkə olsun. Dövlətimiz sağ olsun. Ordumuz sağ olsun. Ali Başkomanla prezidentimiz sağ olsun. Onun rəhbərliyi ilə torpaqlar qayıtdısa, ölüm həmişə var. Bir var elə sadə öləsən, bir daha vətən uğrunda öləsən. İmaməddin Abdullazadə ölümündən sonra Azərbaycan bayrağı vətən uğrunda cəsur döyüşçü, Qubadlının, Füzulinin, Şuşanın azad olunmasına görə orden və medalları ilə təltif edilib. Şamilə Şamil qızı, Kamran İsayev, ASTV Xəbər.